Rəngiz xanım, gəlin sizinlə MBA ixtisaslarını sıralayaq. Buyurun. Beynəlxalq biznes yoxsa biznes analitikası? Biznes analitikası. Biznes analitikası yoxsa ümumi idarə etmə? Ümumi idarə etmənin əvvəlki adı menecment olub, yəni daha ümumi anlayış olduğu üçün ümumi idarə etməni seçərdim. Ümumi idarə etmə yoxsa risklərin idarə edilməsi? Ümumi idarə etmə. Ümumi idarə etmə yoxsa maliyyə? Maliyyə. Maliyyə yoxsa informasiya texnologiyalarının idarə edilməsi? İnformasiya texnologiyalarının idarə olunması daha spesifik sahədir. Ona görə mən maliyyəni seçərdim. Maliyyə yoxsa mühasibat? Maliyyə. Maliyyə yoxsa layihələrin idarə edilməsi? Layihələrin idarə edilməsi. Layihələrin idarə edilməsi yoxsa logistika? Yəni logistikada spesifik sahə olduğu üçün layihələrin idarə edilməsini seçərdim. Layihələrin idarə edilməsi yoxsa biznesdə süni intellekt? Biznesdə süni intellekt düşünürəm ki, daha yenilikçi, gələcək yönlü bir ixtisasdır. Ona görə də biznesdə süni intellekt. Biznesdə süni intellekt yoxsa insan resursları? İnsan resursları. İnsan resursları yoxsa turizm və otelçiliyin idarə edilməsi? İnsan resursları. İnsan resursları yoxsa daşınmaz əmlakın idarə olunması? İnsan resursları. Belə çıxır ki, sizin qalibiniz insan resurslarıdır. Bəli, düşünürəm ki, insan resursları hal-hazırda populyar olan bir ixtisasdır və iş imkanları daha çoxdur.